Qabartmasız, mayasız, əsl şəkər çörəyin hazırlanma qaydası. Bir qabın içərisinə 250 qram yumuşaq kərə yağı əlavə edib mikserlə ağarıb krem halına gələnə qədər qarışdırırıq. Bir stəkan yarım şəkər pudrası da əlavə edib yenidən qarışdırırıq. Qeyd edim ki, bu reseptdə istifadə etdiyim stəkanımın ölçüsü 200 ml-dir. Bir ədəd yumurtanın ağı, sarısını isə ortası üçün saxlayırıq. Bir paket vanil əlavə edib yenidən qarışdırırıq. Sonda da 3 stəkan unu hissə-hissə əlavə edib xəmir yoğururuq. Onun hamısını birdən əlavə etməyin, çünki undan una fərqi var. Əsas odur ki, xəmiriniz çox bərk alınmasın. Bu cür kövrək, ələ yapışmayan bir xəmir alınmalıdır. Xəmirimizdən videoda gördüyünüz kimi 50 qramlıq kündələr edirik. Əgər sizdə mətbəx tərəzisi yoxdursa, bunu gözə yarı da edə bilərsiniz. Kündələrin ortasında çox dərin olmayan dəliklər açırıq və içərisinə yumurta sarısını əlavə edirik. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə ərzində bişiririk. Çox bişirib qurutmaq olmaz. Həm də diqqət edin ki, üzəri də qızarmasın. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.